Körpü nəşriyyatında Kub və Kubeydin səthinin sahəsi test tapşırıqlarının izahı. Birinci sualda aşağıdakı verilənlərə görə kubun yan səthinin və tam səthinin sahəsini tapın. Bilirik ki, tam səthinin sahəsi bərabərdir kubun 6a-nın kvadratına, yan səthi isə bərabərdir 4a-nın kvadratına. Çünki tam kubun 6 dənə üzü var. Bir üzü kvadratdır deyə 6a kvadrat olur. Yan səthdə isə yanlarında 4 dənə üz var. Olur 4a-nın kvadratı. Bu düsturdan istifadə edərək yazırıq. Birinci, a bərabərdir 2 olanda onda tam səthini hesablayırıq. S tam bərabərdir 6 vurulsun 2-nin kvadratı. Yəni 6 vurulsun 4, 24. Bunun yan səthi isə olur. S yan bərabərdir. İndi 4 vurulsun olacaq. 4a kvadratıdır. 4 vurulsun 2'nin kvadratı. Yəni 4 vurulsun 4, 16. İkincidə isə a bərabərdir 3 olanda. A bərabərdir 3 olduqda. S tam bərabər olur. 6 vurulsun 3'ün kvadratı. Yəni 6 vurulsun 9, 54. S yan bərabər olur. 4 vurulsun, yanda 4 dənə 4 vurulsun 3'ün kvadratı, yəni 4 vurulsun 9, o da bərabərdir 36. Üçüncüsündə a bərabərdir 4 olduqda S tam bərabərdir 6 vurulsun 4'ün kvadratı, yəni 6 vurulsun 16, 96. S yan bərabər olur. 4 vurulsun 4'ün kvadratına, yəni 4 vurulsun 16, 64. Dördüncüsündə, dördüncü a bərabərdir 2 tam onda 6 olanda S tam bərabər olur 6 vurulsun 2 tam onda 6'nın kvadratı, yəni 6 vurulsun 2 tam onda 6'nın kvadratına tapsaq 6 tam %76, onda 6'ya vursaq 40 tam %56. S yan bərabər olur 4a-nın kvadratına, yəni 4 vurulsun 2 tam onda 6'nın kvadratı, 4 vurulsun 6 tam %76 olsun 4, bu da elədi 27 tam %4. 2 nömrəli çalışmada yenə kubun səthinin sahəsini deyir. Yəni tam səthinin sahəsini tapmalıyıq. Təkrar hesablamıram. A variantı bu 3 olanda, yəni bu ikinci sualla eyni olacaq cavabı. Çünki burada artıq verib ki, A-sı 3'dür da. Yəni sadəcə şəkil üzərində verib. A bərabərdir 3 olanda onda S tam bərabər olur 6 vurulsun 3'ün kvadratı, yəni 6 vurulsun 9, 54. Bu 2 tam onda 6. Bax bu variantla eyni olacaq. Necə bayaq hesablamışdıq. A 2 tam onda 6 olanda, 3 tam onda 4 olanda isə C variantında 6 S tam bərabər olur. 6 vurulsun 3 tam onda 4'ün kvadratı. 6 vurulsun 3 tam onda 4'ün kvadratı olacaq. 11 tam %56. 6 vurulsun 11 tam %56, o da bərabərdir 69 tam %36. 3'də kubun səthinin sahəsini bayaqki hesabladıqlarımız kimi də elə. Üçüncüsü deməli A-sı 2'dir. Onda S tam bərabər olur 6 vurulsun 2'nin kvadratı, yəni 6 vurulsun 4, 24. B variantında olacaq. A bərabərdir 0 tam onda 5'dir. S tam bərabər olacaq 6 vurulsun 0 tam onda 5'in kvadratı, yəni 6 vurulsun 0 tam %25. O da bərabər olacaq 1 tam onda 5. İndi artıq cavablarını yazıram, vaxt getməsin yoxlamaq üçün, yəni C-sin, D-sində.
Deməli 3-ün C variantının cavabı olur 11 tam %76. D variantında da 47 tam %4. Həlləri eyni olduğuna görə artıq bunları yəni izahla yazmadım. 4-cü sual. Kubun səthinin sahəsi məlum olduqda artıq bizə S tamı verib. S tam bərabərdir 96-ya. Bir üzünün sahəsini və tilini tapın. Deməli, düsturumuz 6A-nın kvadratı bərabərdir 96-ya. Buradan A kvadratı bərabərdir 96 bölünsün 6-ya. Bu elədir 16. Bu oldu bir üzünün sahəsi. Yəni bir üzünün sahəsini tapdıq bu 16. İndi deyir ki və tilini tap deyir. Onda A nəyə bərabərdir? Yəni hansı eyni ədəddir? Bir-birinə vurduq 16 elədi 4. Yəni cavablarımız 4 və 16. Bu A variantıydı. B variantında yenə elə. Tabi bunları səsli izah eləmirəm. Sadəcə həllərini yazacağım. Yəni eyni qayda ilə həll olunur. Cavabları yoxlamaq üçün həllərini yazıram. Bəli, B variantında cavab bir üzün sahəsi 25, tili isə olacaq 5. C variantında bir üzün sahəsi 6 tam %25, tili isə olacaq 2 tam onda 5. D variantında isə bir üzünün sahəsi olur 49, tili isə olacaq 7. 5-ci sualda hansılar kubun açılışı ola bilməz? Bunu siz özünüz üçün belə kağızda bu fiqurları kəsərək qatlayıb da tapa bilərsiniz. Amma rahat bir yolunu öyrədim. Necə eləyəcək? Sətir və sütunları sayacaq. Bax, məsələn, A variantında əgər sətir və sütunların cəmi 7 olarsa, bu kubun açılışı olur. Yəni, sətir, üzərinə gəl sütun, sütun bərabərdir 7. Cəmi 7 olmalı. İndi sayaq. Burada baxırıq, bax, sətirlər. 1 sətir, 2 sətir, 3 sətir. 3 dənə sətirimiz. İndi sütunu sayıram. Sütunu saysaq 1 sütun, 2 sütun, 3 sütun, 4 sütun. Yəni sətir və sütun A variantında oldu. 3 üzərinə gəl 4 bərabərdir 7. Deməli bu açılışıdır. B variantına baxaq. B variantında sütunları saysam 1, 2, 3, 4. 4 dənə sütun. Sətirləri saysaq 1, 2 dənə sətir. Yəni 2 üzərinə gəl 4. Bu 6 oldu deyə. Deməli bizə də ola bilməz deyir. B variantı ola bilməz. İndi C variantına baxaq. Sətirlərimiz 1, 2, 3. Sütunlar isə 1, 2, 3, 4. Yəni C variantında sətirlərimiz oldu 3. Sütunlarımız oldu 4. Cavab yenə 7. Yəni bu artıq kubun açılışıdır. İndi D variantına baxaq. D variantında 1, 2, 3, 4. Sətirləri saysaq 1, 2, 3. Yəni oldu. Sətirlərimiz 3. Sütunlarımız 4. Cavab oldu 7. G variantında sətirlər 1, 2, 3. Sütunlarsa 1, 2, 3. Yəni 3 üzərinə gəl 3, 6. Deməli Y variantında ola bilməz. F variantında sütunlar 1, 2, 3, 4. Sətirlərimiz isə 1, 2, 3. Yəni sətir 3, sütun 4, 7. Deməli bu A, C, D, F variantları kubun açılışıdır. Amma B ilə Y variantı isə kubun açılışı ola bilməz. 6-cı sual. Düsturun özündə yazıb kuboidin tam səthinin sahəsini tapın. Sadəcə yerinə qoyub hesablayacaq. S bərabərdir. 2 vurulsun. A 2'dir. Vurulsun B 3. Üzərinə gəl. B 3'dür.
C5 üzerine gel. A2 C5 da beraberdir. 2 vurulsun. 6 üzerine gel. 15 üzerine gel. 10 beraberdir. 2 vurulsun. 21. Bu da 10. 31. Cevap oldu 62. A variantında cevap 62. Digər variantları isə belə səsli, izahsız sadəcə həllərini yazacağım yoxlamanız üçün. Demək, B variantının cavabı 67 tam %84. C variantı 58. D variantı da 62. C ile işaretim fark etmez. A deyək 12. B bərabərdir 5. C bərabərdir 3 qəbul edək. Həmin düsturla S bərabərdir 2 vurulsun. A, B, A, C, B, C bərabərdir 2 vurulsun. 12 vurulsun 5 üzerine gel. 12 vurulsun 3 üzerine gel. 5 vurulsun 3 da beraberdir 2. 60 üzerine gel. 36 üzerine gel. 15. Bunu da hesaplasaq. 36 bu da 15. 111. 2 vurulsun 111. Bu da 222. Digər variantları isə yenə yazacağım, amma səssiz. Deməli, A variantında 222, B variantında 412. C variantında da cavab 276 tam %48. Səkkizinci sualda yenə demək olar ki, eyni düsturlardan istifadə edəcəyik. Sadəcə indi açılışının şəklini verib. A variantında yenə. Bax, bu məsələn A qəbul etsək. A bərabərdir 5. Digər bunu B qəbul etsək. B bərabərdir 12. Bunun da C'sində 4 qəbul. C bərabərdir 4. Bu 4,8 B variantının şəklinə aiddir. Yəni bu hissəyə qədərdir. Onda düsturdan istifadə edərək S bərabərdir 2 vurulsun. AB idi də 5 vur 12. AC 5 vurulsun 4. Üzərinə gəl BC 12 vurulsun 4. Yəni 2 vurulsun 60. Üzərinə gəl 20. Üzərinə gəl 48. O da bərabərdir 80. Bu da 48, 128, yani 2 vurulsun 128 da 256. B'ni ise həlini yazacağım ama izahsız. B variantında cevabı 184 tam %32. Yani A 4,8, B 3,2, C 9,6 desək, həmin düsturda yerinə qoyub hesablayıb 184 tam %32 alarıq. 9-cu sual. Samir bağın həyəti üçün dəmirdən uzunluğu 4 metr. Məsələn, bu şəklini çəkib. Uzunluğu 4 metr, eni 3 metr, hündürlüyü 2 metr. Yəni A bərabərdir 4, B bərabərdir 3, C bərabərdir 2. Desək, kuboid formasında su çəni sifariş verməliyik. Su çəninin neçə kvadrat metr list lazım olacaq. Yəni biz bunun üst örtüyünü istəyirik. Ona görə tam səthinin sahəsini tapmalıyıq. S bərabər olur 2 vurulsun 4 vur 3 üzərinə gəl 4 vur 2 üzərinə gəl 3 vurulsun 2. Bu da bərabərdir 2 vur 12 8 6. Yəni 2 vurulsun 26 52 kvadrat metr. Dəmir listin 1 kvadrat metrinin qiyməti 8 manatdır.
Usta isə sifarişi yerinə etmək üçün 125 manat zəhmət haqqı alacağını bildirdi. Ödəyəcəyi pulun miqdarı. İlk öncə dəmir lövhəyə nə qədər pul verəcək onu hesablayaq. Deməli 1 kvadrat metri 8 manatdır. Mən onda 52 kvadrat metri tapmaq üçün 52-ni vurmalıyam 8-ə. Bu 416 manat. Bu 416 manat, yəni materialın qiymətidir. Hətta 125 manat da zəhmət haqqı ustanın haqqıdır. Yəni 416-nın üzərinə 125-i gəlməliyik, bərabərdir 541 manat. Samirin sonunda ödəyəcəyi pulun miqdarı oldu 541 manat. Üçüncü sualda isə deyir, Samir əgər bu su çəninin üstünün açıq olmaqla sifariş versə, üstü də baxırıq ki, bu üstə olan hansı ölçülərdə 3 vurulsun 4. Yəni bu 3 vurulsun 4-dən bir dəfə istifadə eləməliyik, ya da ümumi tam səthinin sahəsindən bu birini çıxarıq. Çünki bax bu çənin üstündə də axı bizdə eni 3 idi, bu uzunluğu 4 idi. 3 vurulsun 4, üstü açıq. Ona ümumi tam səthinin sahəsini birinci sualda hesablamışdıq, 52 idi. Bu 52-dən çıxaq bu üst-üzdəki listin sahəsini, yəni 3 vurulsun 4-ü. 52 çıxılsın 12 da bərabərdir 40. Bu çənə 40 kvadrat metr list lazım olacaq. 10-cu sualda altdan yandan görünüşlərini, bu dərslikdə də var idi bu sualımız. Və biz bunu görünüşlərini çəkmədən də necə yazırdıq? Birinci də, bax bu birinci kubun 600 olmadı, amma biri bu ikinci ilə birləşib deyə bunun 5-dən olacaq. İkinci kubumuz 3 tərəfdən birləşib. Ona görə 3-dən özü qalacaq. Üçüncü kubumuz 1-2 tərəfdən birləşib deyə 4-dən özü qalacaq. Üzərinə gəl. Dördüncü kubumuz 1-2 tərəfdən birləşib deyə 4 dənə qalacaq. Beşinci kubumuz da 2 tərəfdən birləşib deyə yenə 4 dənə qalacaq. Onda bunun cəmi olacaq 12, bu da 8, 20. 20. Bunun görünüşünü çəkdən, bax üstdən görünüş. 1, 2, 3, 4, 5 dənəsini görə bilirik. 1, bu şəkildə görürük. 3, bir də bu ikisini. Bu üstdən görünüş. 5. Sonra altdan da eyni şəkildə görsənəcək. Üst və alt eyni oldu. Üst və alt. İndi yandan görünüş. Yandan 2 dənəsi görsənəcək. Hər iki yandan ikisi görsənəcək. Yəni üst və alt 5 üstə gəl 5 oldu 10. Yandan olacaq 2 üstə gəl 2 4. Bir də qaldı öndən görünüş. Öndən isə 3 dənəsi görsənəcək. 1 2 3 dənə ön və arxa. Ön və arxa. Buradan da olacaq 3 üzərinə gəl 3 6. Ümumi də olacaq onda 10 üstə gəl 4 üstə gəl 6 20. B variantında demək, amma şəkilləri artıq çəkməyəcəm, elə dediyim qayda ilə hesablayacaq. Birincidə 500-ü görsənir, ikincidə 2 tərəfdən də birləşib deyə 4 dənəsi, üçüncüdə 1, 2, biri yanına, biri üstlə birləşib deyə 4 dənə, dördüncü, yəni bax, mən buradan başladığımda 1 buna, 2 buna, 3 buna deyirəm, 4 də bu. Dördüncüdə də 5 dənə özü görsənib, 18. C variantında bu birincinin 5 dənə özü,
ikincinin 4 dənə, üçüncünün 4 dənə, sonuncunda 5 dənə özü görsənib, 18. D variantında birincinin 5 dənə, aşağıdan sayıram, buna 1, 2, 3 desək. İkincinin 1, 2, 3 dənəsi görsənmir, 3'ü görsənir. 1, 2'si görsənmir, 4. Yuxarıdakı 1, 2'si birləşib deyə 4. O birisi də 1, 2'si birləşib deyə 4. Bu da bərabərdir 12-nə 8, bu da 20. On birinci sual. Kuboidlərdən düzəlmiş fiqurun səthinin sahəsini tapın. İlk öncə bu aşağıdakının tam səthin sahəsini tapırıq. A bərabərdir 3, B bərabərdir 6, C bərabərdir 4. S bərabər 2 vurulsun, 3 vur 6 üzərinə gəl, 3 vurulsun 4 üzərinə gəl, 6 vurulsun 4. Yəni 2 vurulsun 18 üzərinə gəl, 12 üzərinə gəl, 24. 2 vurulsun 30, o da 24. Bu 54, 54'ü də 2'yə 108. Aşağıdakini tapdıq. İndi bu yuxarıdakı balacanı tapmalıyıq. Bu kiçiyə də baxırıq ki, məsələn, A-sını 2, B-sinə 3 qəbul etsək, indi aşağı hissəsini tapaq. Bunun da, bax, bu yuxarıdakı balacanın bu hissəsi eni də 4 olacaq. Çünki aşağıda 4'dür, bu hissəsi də 4 olacaq. C də bərabərdir 4. Onda S bərabər olur. 2 vurulsun, 2 vur 3, 2 vurulsun 4, 3 vurulsun 4. 6, 8, 12, bu da bərabərdir. 2 vurulsun 26, 52. İndi biz tam səthini tapmaq üçün bu ikisini toplayıb və bunların hər ikisinin üst-üstə düşən bax bu üzlərini çıxmalıyıq. Baxıram da ki, bu üzlər, bu üzün, bax bu qırmızı çəkdiyim bunun eni 4, uzunluğu da 2 olacaq. Yəni o düz bucaqlığın sahəsini çıxmalıyıq, amma ikisindən də çıxmalıyıq da. Cəmimiz 108, üzərinə gəl 52, çıxılsın 2 dənəsini, yəni 2 vur 4, 2 vur 4, üzərinə gəl 2 vur 4, ikisindən də çıxmalıyıq. Bu 108 ilə 52, 160, çıxılsın 8, 8, 16. Bu da eləyəcək 16 çıxdıq, 144. B variantında aşağıdakının tam səthin sahəsini tapsaq, A bərabər 4, B bərabər 5, C bərabərdir 3. Bu da S bərabər 2 vurulsun, 4 vurulsun 5, 4 vurulsun 3, 5 vurulsun 3. 2 vurulsun 20, 12, 15. Bu 2 vurulsun 47, 94. İndiki balacanı tapsaq, A bərabərdir 2, B bərabərdir 2, C bərabərdir 1, S bərabər 2 vurulsun, 2 vur 2, üzərinə gəl 2 vurulsun 1, üzərinə gəl 2 vurulsun 1, 2 vurulsun 4, üstə gəl 2, üstə gəl 2, yəni 2 vurulsun 4 ilə 4 də 8, bu da 16. İndi bunların hər ikisinin oturacaqlarının birləşdiyi hissədəki düz bucaqlımızın 2 və 1 olandır. Bax, bu hissəsində 1, burada 2. Yəni bu düz bucaqlığında sahəsi olacaq 2 vurulsun 1. Yəni biz bunları cəmləyib 94 üzərinə gəl 16 çıxmalıyıq. 2 vurulsun 1 üzərinə gəl 2 vurulsun 1. Hər ikisindən çıxmalıyıq bunu.
94 ilə 16 110. 110'dan çıxırıq 2 2 4. 110'dan da 4 bu da bərabərdir 106. 12-ci sualda su havuzu uzunluğu 10, yəni kuboid formasındadır. Belə çəkdik. Bu bizim kuboidimiz. Uzunluğu 10. Qeyd edək. Bu 10. Uzunluğu eni 6. Dərinliyi, yəni hündürlüyü olacaq da. Bu da 2. Bu havuzun içərisinə kafel yapışdırmaq üçün neçə kvadrat metr? Kafel yapışdıranda bax bu isə bu 1, 2, 3, 4. Bir də bu iç hissəsinə yapışdırırsa, yəni üstü açıq qalacaq. Biz elə bir ki 10 vurulsun 6'dan bir dəfə istifadə edəcəyik də. Ya da ki sonra onu çıxa bilərik. Yəni tam səthinin sahəsini taparıq. S tam bərabərdir 2 vurulsun A bərabərdir 10 deyək. B bərabərdir 6. C bərabərdir 2. Onda 2 vurulsun 10 vur 6 üzərinə gəl 10 vur 2 üzərinə gəl 6 vurulsun 2. O da bərabərdir 2 vurulsun 60 20 12. Bu da bərabərdir 2 vurulsun 80 vur 12 92. Onda 2'ye vursaq 184. İndi bu 184, amma bu üstü çıxmalıyıq da. Bu üstdəkini çıxmalıyıq. Üstdəki də bu aşağıdakı ilə eyni olur deyə 10 vurulsun 6'nı. Yəni 60'ı çıxmalıyıq. 184 çıxılsın 60 124. Bizə dedi bu havuzun içərisinə kafel neçə kvadrat metr kafel lazımdır. Yəni 124 kvadrat metr. 124 kvadrat metr. İkincisi, bunu bir qoyaq, bu ikinci. Kafelin 1 kvadrat metrinin qiyməti 15 manat olarsa nə qədər? Yəni onda 124'ü vurmalıyıq 15'ə. 1860 manat. 1860 manat. Üçüncü isə bu havuzun uzunluğunu və enini 2 metr qısaltsaq nə qədər kafel lazım olacaq? Uzunluğunu, yəni burada qeyd edək, bax. Uzunluğu bu 10 idi. 2 metr qısaltdıq. Deməli bu olacaq 10 çıx 2 8 və enini dedi. Bundan da 2 çıxsaq 4 oldu. Deməli onda olacaq A bərabərdir 8, B bərabərdir 4, C bərabərdir 2. Nə qədər kafel lazım olacaq? Yenə də bu aşağıdakını çıxmalıyıq. Sonda S tamı tapsaq 2 vurulsun A, B, A, C üzərinə gəl B, C. Bu da bərabərdir 2 vurulsun 32, 16, 8 bərabərdir 40. Bu da 16, 56, 2 vurulsun 56, 112. 112'dən də biz aşağıdakı 8 4'dür da, yəni üstlə aşağıdakı eyni olacaq. Bu 8 vur 4'ü çıxmalıyıq. Yəni 112 çıxılsın 8 vurulsun 4. Bu da bərabərdir 112 çıxılsın 32. 112 çıx 32, bu da 80. Deməli bu havuzun uzunluğunu 2 metr qısaltsaq 80 kvadrat metr kafel lazım olacaq.